TESOL yoxsa CELTA? Hansı sertifikatı alsam daha yaxşıdır? Və ya hansı sertifikat daha çox tanınır? Bugün bu videoda bu barədə danışacağıq. Hər kəsə salam, mən Elnur Paşayev. Bugün TESOL və CELTA sertifikatları barəsində danışacağım. Bu sertifikatların hər ikisi dünyada tanınan sertifikatlardır, pedaqoji sertifikatlardır. Bunları müqayisə etmək üçün sözsüz ki 2-3 dəqiqəlik video kifayət etmir. Əgər siz hər hansı bir sertifikatın fərqlərini tapmaq istəyirsinizsə, imtahan verəcəyiniz mərkəzə yaxınlaşa bilərsiniz və ya həmin sertifikatı hansı qurum verirsə onun veb saytına daxil olub sillabuslarını əldə edə bilərsiniz və bu sillabusları müqayisə etməklə sizə hansı sertifikatın lazım olduğunu bilə bilərsiniz. Azərbaycanda da TESOL və CELTA sertifikatları çox populyardır və get-gedə populyarlığı artır. Amma bir təəssüf hissi ilə demək istərdim ki, hələ də CELTA-da olduğu kimi bu sertifikatları əldə edən müəllimlər belə hələ də o sertifikatın nə olduğunu tam bilmir. Bunun da səbəbi odur ki, müəllimlər, əksər müəllimlər deyərdim, sertifikat alarkən, yəni sertifikat alım, əslində yəni sertifikatların müəllimlərə nə verəcəyini daha çox önə gətirmirlər, yəni daha çox araşdırmırlar. Sadəcə eşidirlər ki, hər hansı bir sertifikat dünyada tanınır və o sertifikatı seçirlər. CELTA və TESOL əvvəldən də qeyd etdiyim kimi beynəlxalq sertifikatlardır, pedaqoji sertifikatlardır. Pedaqoji sertifikatlar özlüyündə 3 hissəyə bölünür. Praktiki, nəzəri praktiki, bir də nəzəri. CELTA və TESOL həm praktiki, həm də nəzəri hissələri özündə birləşdirir. Misal üçün, TKT özündə nəzəri hissələri birləşdirir. Burada praktik hissə yoxdur. O yüzden də suallar multiple choice question formasında olur. CELTA və TESOL sertifikatlarını müqayisə etmək üçün mən 4 kriteriyadan istifadə edəcəm. Bu 4 kriteriyalar işə götürənlər tərəfindən də ən çox nəzərə alınan kriteriyalardır. Birinci kriteriya budur ki, o hansı sertifikatı dövlət tanıyır, yəni dövlət tərəfindən hansı sertifikat tanınır. İkinci kriteriya hansı qurum verir sertifikatı. Üçüncü, praktiki və nəzəri proporsiyaları necədir. Dördüncüsü və deyərdim ki, ən əsası assessment necə aparılır. Assessment varmı, deyil, assessment necə aparılır. Mən bu barədə daha geniş danışacağım 4-cü bölümdə. CELTA sertifikatını yalnız bir qurum verir, Cambridge ESOL Examination. Digər başqa bir qurum CELTA sertifikatını verə bilmir. Yəni onların elə bir akreditasiyası olmur. Yəni Cambridge ESOL Examination özünün daxili qaydası var. CELTA təlimində olan tutorlar, əsəsərlər hamısı vahid bir mərkəzdən idarə olunur. Yəni vahid bir mərkəzə bağlıdırlar. Onlar vahid mərkəzin verdiyi rubriklər üzərindən sizin ballarınızı hesablayır, sertifikatı ala bilirsiniz ya ala bilmirsiniz. Bunları hamısı vahid mərkəzin, yəni Cambridge ESOL Examination'ın tərtib etdiyi rubrik üzərində olur. Bu yüzdən də CELTA daha prestijli hesabı olunur. TESOL-a gəldikdə isə yəni TESOL sertifikatını verən vahid bir qurum yoxdur. Onu hər hansı bir kurs da verə bilər. Da TESOL-u biraz prestijini aşağı salan bir kriteriyalardır və aspektlərdir. Mən hesab edirəm ki, Azərbaycanda da bu məsələ tam olaraq ciddi formada araşdırılmalıdır. Çünki bir neçə mərkəz var ki, onlar TESOL sertifikatını verirlər. Müəllimlərin bilgisizliyindən irəli gələrək bu sertifikatlar artıq sürətlə yayılmaqdadır. Azərbaycanda TESOL sertifikatını verən qurum var. ITTI şirkəti var. Həmin bu şirkətlə mən görüşdüm nümayəndəsi ilə və o şirkətdə oldum. Bundan başqa digər şirkətlər də var. Mən onlardan əlaqə saxlaya bilmədim. Ancaq onların veb saytlarına daxil oldum. Sadəcə tam detallı məlumat əldə edə bilmədim. Əgər siz hər hansı bir qurumun qanuni, yəni valid olmağını bilmək istəyirsinizsə, onların veb saytına daxil olmalısınız, mərkəzə getməlisiniz, tutorlarla maraqlanmalısınız, tutorların sertifikatlarına maraqlanmalısınız və mütləq şəkildə həmin mərkəz Amerikada və digər ölkədə yerləşən
mərkəzlərin rəsmi akkreditasiya olunmuş mərkəzi olmalıdır. Bu halda siz həmin mərkəzdə TESOL sertifikatını əldə edə bilərsiniz. İkinci kriteriya gəldikdə isə dövlət tərəfindən dəstəklənirmi? CELTA-da bu problem yoxdur. Çünki CELTA vahid bir qurum tərəfindən verildiyi üçün sizdən kimsə soruşmayacaq ki, CELTA-nı harda almısınız, hansı ölkədə almısınız, müəlliminiz kim olub, neçə saat dərs demisiniz. Çünki standart rubrik var və bu rubriklər hər bir mərkəzlərdə eyni olur. Amma TESOL-da isə sizdən bu sualları soruşa bilərlər. Müəyyən bir sertifikatlar var ki, yəni TESOL-u verən müəyyən bir qurumlar var ki, onlar dövlət tərəfindən tanınmır. Düzdür, siz fəaliyyət göstərdiyiniz məktəbdə, kursda və ya tədris mərkəzlərində bunu tanıya bilərlər. Amma dövlət tərəfindən tanınması mütləqdir. O yüzdən də mərkəz seçərkən bu sualları onlara verə bilərsiniz. Üçüncü hissə, yəni üçüncü kriteriya nəzəri və praktiki proporsiyadır. Pedaqoji CELTA və TESOL praktiki və nəzəri hissələri özündə birləşdirir, çünki pedaqoji sertifikatdır. CELTA ilə müqayisədə TESOL-un praktik hissəsi daha çoxdur. CELTA-da isə bu biraz TESOL-a nisbətən qismən azdır. Yəni, mən burada TESOL-u dedikdə, yəni rəsmi mərkəzlərin verdiyi qanuni TESOL sertifikatlarından danışıram. Çünki qanuni, yəni akkreditasiya olunmuş mərkəzlər TESOL-u qayda qanunla, yəni rubrikdə necə verilibsə o qaydada keçirlər. Biraz sonra bu barədə mən daha ətraflı danışacağam. CELTA-da nəzəri hissələr biraz çoxluq təşkil edir. Misal üçün, CELTA-da 4 assignment var. Bu assignmentlər həqiqətən də çox çətindir. Bir müəllim üçün bu bir ay içində, 4 həftə içində bu assignmentləri yazmaq, üstəgəl dərs planlarını yazmaq, feedbacklər vermək çox vaxt aparır. Amma TESOL-da bu yoxdur, yazı yoxdur. O yüzdən də yazıya sərf olunan vaxt praktik hissəyə sərf olunur. Bu da TESOL-u daha flexible edən bir cəhətləridir. Bundan əlavə, əgər siz CELTA-da 4 assignmentdən birini yazmasaz, fail alsaz, ala bilmirsiniz. Əgər bir neçəsini yaza bilməsəz, artıq siz sertifikat ala bilmirsiniz. Yəni, başqa yolla desək, sizin pulunuz batır. Amma TESOL-da bu kimi şərtlər yoxdur. Bu da TESOL-u CELTA-dan üstün eləyən tərəflərdir. Assessment bölməsinə gəldikdə isə yenə də vahid qurum tərəfindən verildiyi üçün CELTA-nın assessmenti daha güclüdür. Tutorlar olur, 2 tutor olur. Onlar da mütləq şəkildə Cambridge Assessment tərəfindən treninqlərdən keçirlər, nəzarət olunurlar. Onların sizin sertifikasiyanızı qiymətləndirərkən öz şəxsi fikirlərindən demək olar ki, istifadə etmirlər. Əsasən Cambridge ISOL Examination-ın verdiyi rubriklərdən istifadə edirlər. O yüzdən də CELTA daha otentik hesabı olunur. TESOL-da da bu var. Amma TESOL-dan yenə deyirəm, CELTA-dan fərqli olaraq TESOL-u verən vahid bir qurum olmadığı üçün bu assessorlər haqqında məlumat tapmaq biraz çətin olur. Amma əgər siz TESOL-u rəsmi mərkəzdə versəz, yəni rəsmi akkreditasiya olunmuş mərkəzdə versəz, bu halda da siz assessorləri orada görə biləcəksiniz, sertifikatlar da xarici ölkədən gələcək və onlarda o feedbacklər olacaq. Siz neçə saat dərs demişsiniz, hamısı orada öz əksini tapacaq. Bu 4 kriteriyadan sonra bəzi məlumatları nəzərinizə çatdırmaq istəyirəm. Ümumiyyətlə, CELTA çox ağır bir proqramdır. Mən deyərdim ki, çünki 4 həftəlik proqramda siz səhər saat 9-dan axşam saat 5-ə 4-ə qədər mərkəzdə olursunuz və bir müəllimin əgər körpəsi varsa, yəni evladları varsa, ailə qayğıları çoxdursa, sözsüz ki, CELTA-nı verə bilməyəcək, çətinlik çəkəcək və ən pis halda kəsiləcək. Amma TESOL-da bu yoxdur, çünki tam praktikaya yönümlü olduğu üçün siz əlavə vaxtlarınız olur, həftə sonları dərslərə qatılırsınız, 5-ci, 6-cı günlər, hər ikisində 120 saat olur. Bu baxımından TESOL daha fleksibeldir. Qaldı ki, mərkəzləri seçəndə necə, hansı araşdırmanı etməlisiniz? Siz mərkəzə yaxınlaşaraq həmin TESOL mərkəzinin qanuni lisenziyasına baxa bilərsiniz. Bundan əlavə, mən videonun əvvəlində dedim ki, Azərbaycanda belə bir tendensiya yaranıb, TESOL sertifikatları sürətlə artır
TESOL sertifikatlarını hətta 100 manata, 300 manata, 500 manata da əldə etmək mümkündür. Mən sosial şəbəkələrdən görürəm, bəzi müəllimlər bunu onlayn formada alır. Yəni, onlayn formada alınan TESOL-un heç bir özəlliyi ola bilməz, onun heç bir validitesi ola bilməz. Çünki TESOL-da siz praktiki olaraq dərs deməlisiniz. Praktiki olaraq dərs planı yazmalısınız. Sizin dərsiniz müşahidə olunmalıdır, feedback verilməlidir. Bu halda sizin TESOL-unuz qanuni sayılır. Misal üçün deyək ki, siz 120 saatdan 60 saatını self-study etmişsiniz. Bu, heç bir halda pedaqoji sertifikat hesab oluna bilməz. Belə bir məsələ var ki, siz, məsəl üçün, CELTA-da da onlayn var, TESOL-da da onlayn var. Amma müəyyən bir vaxtlarda mütləq şəkildə dərs deməlisiniz, sizə feedbacklər verilməlidir. Elə mərkəzlər var ki, orada TESOL adı ilə təlimlər keçirirlər və müəllimlər orada aktiv iştirak edirlər, amma dərs demirlər. Sadəcə role-play edirlər, müəyyən bir aktivitelər göstərirlər. Bu da əslində valid hesab olunmur. Çünki TESOL-da mütləq şəkildə müəllim dərs deməlidir. Dərs planı üzərindən dərslər həyata keçirilməlidir və tutor bu dərsi mütləq şəkildə observ edib feedback verməlidir. Bu halda sizin TESOL sertifikatınız valid hesab olunur. Çünki bunların hamısı orada qeyd olunacaq. Əgər siz hər hansı praktiki dərsdə iştirak etməmişsinizsə, praktiki dərs deməmişsinizsə, çox güman ki, sizin sertifikatları qəbul etməyəcəklər. Müəyyən bir hallar olur ki, misal üçün, mən özüm də TESOL sertifikatını görmüşəm, adi bir kağızdır, üstünə TESOL yazılır. Bizim özümüz də, misal üçün, hər hansı bir web sayt yaradıb, orada yaza bilərik ki, www.tesolbaku.com və yaxud da az. Bu, o demək deyil ki, siz TESOL sertifikatını alırsınız. Yəni, TESOL sertifikatını alarkən bunların feedbackləri olmalıdır, orada tutorun, əsəsərin feedbackləri olmalıdır, ünvan olmalıdır, hüquqi ünvan olmalıdır, sertifikatı beynəlxalq dərəcə səviyyədə yoxlamaq üçün kodu olmalıdır. Bunların hamısı nəzərə alınır. Mən özüm şəxsən bir neçə il bundan əvvəl CELTA alarkən TESOL-da sertifikatını da əldə etmək istəyirdim, amma Azərbaycanda tapa bilmədiyim üçün bu mərkəzi mən CELTA sertifikatını əldə etdim. Həqiqətən də bir ay çox çətinlik çəkdim. Amma hal-hazırda adını əvvəlcə qeyd etdiyim ITTI şirkəti var. Yəni, o şirkətdə hal-hazırda rəsmi TESOL dərsləri keçilir. Mən onları da izlədim, dərsləri də izlədim və o sənədlərə də baxdım. Həqiqətən də tam olaraq rəsmi TESOL mərkəzi adlandırmaq olar. TESOL-u sonda bunu deyim, əgər siz onlayn almaq istəyirsinizsə, mütləq şəkildə onlayn formada dərs deməlisiniz və sizin dərsləriniz müşahidə olunmalıdır və bu TESOL-un əsas hissəsi, yəni praktik hissəsi daha çox olmalıdır. Sonda bir daha bunu qeyd edim, TESOL da CELTA kimi beynəlxalq səviyyəli tanınmış sertifikatdır və siz bu sertifikatlardan birini əldə etməklə yüksək kvalifikasiyaya sahib ola bilərsiniz və burada öz bilik və bacarıqlarınızı göstərə bilərsiniz. Mən bunu videonun əvvəlində demədim, istədim ki, sonluq olaraq bunu deyim. Qısa olaraq bir big idea deyim mən sizə, bunların həm CELTA, həm də TESOL barəsində. TESOL üçün big idea budur. Daha çox praktikdir, daha çox vaxtınız olur, nəzəri hissə az olur, kəsilmə ehtimalı daha az olur. CELTA-da big idea belədir. Çox ağırdır, intensiv dərslər var, kəsilmə ehtimalınız var, sertifikat ala bilməyəcəksiniz. Nəzəri və praktiki hissə bərabər proporsiyada aparılır. Növbəti videoda mən iki CV haqqında danışacağım. İki müəllimin CV-sini onların icazəsi ilə müqayisə edəcəm və sertifikatlar, hansı sertifikatlar CV-yə daxil olunmalıdır, hansı ardıcıllıqla bu barədə danışacağım. Təşəkkür edirəm.